Aleksandr Nikolayeviç Skriabin 1871-ci ilin 26 dekabr tarixində Moskvada anadan olmuşdur. Onun anası Peterburg konservatoriyasını bitirmiş istedadlı pianoçu, atası yaxın şərqdə uzun müddət işləmiş diplomat idi. Gələcək bəstəkar çox erkən anasını itirir, onun tərbiyəsi ilə bibisi məşğul olur. Artıq erkən yaşlarından onda musiqiyə olan qarşısı alınmaz meyil, musiqi səslərinə hansısa vurğunluq yaranır. Kiçik Skriabin royal arxasında improvizə etməkdən zövq alırdı. Uşaqda əla musiqi duyumu və yaddaş var idi. Bir dəfə onu dinləyərkən Rubinstein uşağın musiqili istedadını yüksək qiymətləndirir. Skriabin ümumi təhsilini 1882-89-cu illərdə kadet korpusunda alır. Onun musiqi təhsili ilə ilk öncə nəzəriyyəçi və bəstəkar Konyus məşğul olur. Daha sonralar uşaq fortepiano dərslərini tanınmış Moskva pedaqoqu Zverev, nəzəri fənləri isə Taneyevdən alır. Artıq 14 yaşlı yeniyetmə pianoçu Skriabin keçmiş Nəcib Məclisin sütunlu zalında çıxış edir. 1888-ci ildə gələcək bəstəkar Moskva konservatoriyasına daxil olur. Burada fortepiano üzrə onun müəllimi Safanov, nəzəriyyə və bəstəkarlıq üzrə isə Taneyev və Arenski olur. Skriabin onun bəstəkarlıq istedadını lazımi səviyyədə qiymətləndirməyən müəllimi Arenski ilə ümumi dil tapa bilmədiyindən onun dərslərində iştirak etmir və bu səbəbdən də o konservatoriyanı yalnız fortepiano sinfi üzrə qızıl medalla bitirir. 1894-cü ildə Skriabin öz əsərləri ilə ilk dəfə Peterburqda çıxış edir. Burada o, Belyayev və Belyayev klubunun üzvləri ilə tanış olur. Peterburq musiqiçiləri gənc pianoçu bəstəkarların istedadını yüksək qiymətləndirirlər. Bu vaxtdan etibarən bəstəkarın əsərlərinin naşiri olan Belyayev dəstəyi ilə Skriabin Rusiyada və xaricdə konsert fəaliyyətini genişləndirərək bu konsertlərdə ancaq öz əsərlərini ifa edir. 1898-ci ildə Skriabin Moskva konservatoriyasının fortepiano sinfi üzrə professor təyin olunur. Skriabinin bizə çatan ilk bəstələri onun kadet korpusunda təhsil illərində yazılmışdı. Həm konservatoriya dövründə, həm də sonraki yaxın illərdə o demək olar ki, ancaq fortepiano əsərləri yazır. Bunlar prelüdlər, mazurkalar, ekspromptlar və digər miniatürlər, həmçinin ilk 3 sonata və fortepiano ilə orkestr üçün konsert olmuşdu. Artıq bu erkən mərhələdə o bədii yetkinliyə, ustalığın əhəmiyyətli səviyyəsinə çatır. Skriabin musiqisinin məzmununu ilk mərhələdə lirik-dramatik sfera ilə məhdudlanır. O böyük qüvvə ilə və həqiqiliklə insanın daxili aləmini, nəcib, yüksək hisslər dünyasını açır. Artıq bu zaman Skriabin yaradıcılığı, fərdiliyi üçün səciyyəvi olan parlaq təzadlı sferaların, psixoloji, incə lirikanın və üsyanlı patetika ilə artan dramatik, emosional yüksək narahatlıqla ifadəsinə meyillilik üzə çıxır. Musiqidə o yalnız xəyalpərəst deyil, həm də narahatlıqlardan qəzəblənən, insanlara cəsarətli olmaq, mübarizə aparmaq çağırışları edən sənətkar kimi görünür. Onun əsərlərində təbiətə sevgi də əks olunur. 900-cü illərin başlanğıcı Skriabinin istedadının yüksək çiçəklənmə dövrüdür. Bu dövrdən başlayaraq bəstəkarın yaradıcılığında simfonik əsərlər görkəmli yer tutur. 1900-cü ildə o 1-ci simfoniyanı bitirir. Peterburqda Lyadov, Moskvada isə Safanovun dirijorluğu ilə ifa olunan bu əsər hər iki paytaxtın musiqi dünyasının diqqətini özünə cəlb edir. 2 il sonra 2-ci simfoniya, 1904-cü ildə isə 3-cü simfoniya Skriabin yaradıcılığının zirvələrindən biri hesab olunur. İri həcmli simfonik əsərlərlə yanaşı Skriabin fortepiano üçün çox sayda əsərlər, o cümlədən 4-cü sonata, bir sıra poema və prelüdlər yazır. 1904-cü ildə Skriabin Moskva konservatoriyasındakı işinə son qoyaraq xaricə səfər edir. O 6 ilə yaxın İsveçrə, İtaliya, Fransada yaşayır və yaradır.
Amerika Birləşmiş Ştatlarında konsert səfərində olur. Scriabin xaricdə olduğu zaman orkestr üçün Ekstaz poeması 5-ci sonata kimi iri həcmli və fortepiano üçün bir çox kiçik pyeslər bəstələyir. Bu illərdə Scriabin fəlsəfə ilə çox məşğul olur. Onun fəlsəfi estetik düşüncələri 1-ci simfoniyanın incəsənətin şərəfinə himn kimi nəzərdə tutulmuş vokal instrumental finalında əks olunur. 9-cu illərdə Scriabinin musiqi dili tədricən daha da mürəkkəbləşir və özünə məxsus hal alır. Melodikada deklamasiyalıq, patetika, fəal nidalı intonasiyaların bolluğu parlaq şəkildə üzə çıxır. Belə mövzular adətən olduqca qısa, sıxılmış olub, kvartaya və digər intervallara yüksələn qətiyyətli gedişləri özündə ehtiva edir. Ritmlər daha çox sürətli, uçuş səciyyəli xarakter əldə edir. Belə ritmik uçuşlarda gizli rəqs elementləri hiss olunur, lakin erkən valslar mazurkalardan fərqli olaraq 9-cu illərin əsərlərində rəqs əsası daha da şərti səciyyə daşıyır. Daha çox fantastik, incə kolorit əldə edərək xalq məişət obrazlarından getdikcə uzaqlaşır. Scriabinin musiqi dilində yeni cizgilər daha çox onun harmoniyasında əks olunur. Rimski-Korsakovun və bir sıra digər bəstəkarların üsullarını inkişaf etdirərək öz üslubunu yaradır. 1909-cu ildə Scriabin Rusiyaya qayıdır və 1910-cu ildə Moskvada yaşamağa başlayır. Bu dövrdə Rusiyanın müxtəlif şəhərlərində konsertlər verir, sonraki illərdə Almaniya, Hollandiya və İngiltərədə çıxışlar edir. Scriabin yaradıcılığının yekun dövrü 1909 və 10-cu illərdə orkestr, solo fortepiano və sözsüz oxuyan xor üçün Prometey simfonik poeması ilə açılır. Prometeydən sonra 5 sonat, Alova doğru poeması və fortepiano üçün bir sıra kiçik pyeslər yazır. Scriabin mürtəci mistik nəzəriyyələrin təsiri altında tamamilə real olmayan misteriyanın fantastik niyyətinin uzun müddət daşıyıcısı olur. Scriabin bu əsəri incəsənətin bütün növlərinin bir tam kimi birləşməli olan möhtəşəm bir əsər kimi düşünürdü. Ömrünün son ilində Scriabin misteriyanın proloqu kimi nəzərdə tutduğu ilkin fəaliyyət üzərində çalışır. Bu niyyətdən yalnız onun qaralama şəklində yazdığı şeir mətnləri və bəzi musiqi parçaları qalır. 1915-ci ilin yazında bəstəkar Petrogradda konsertlər verir. Moskvaya qayıdarkən xəstələnən Scriabin aprelin 14-də vəfat edir.